Salam əziz şagirdlər, bugün ismiyyəlik halının izahına baxacağıq. Vaxt itirmədən başlayaq testlərimizə. Baxırıq birinci sualımıza. Choose the correct variant. Doğru variantı seç. The bird's nest apostrof s-dən sonra isim gəlibdir. Doğrudur. 2. Women's magazines yanlışdır. Çünki women kökündən dəyişən isimlərimizə aiddir və apostrof s ilə düzəlməlidir. Üçüncüdə a child's toy yanlışdır. Çünki child sözü kökündən dəyişən isimlərimizə aiddir. Buna görə də apostrof s ilə düzəlməlidir. Dördüncü, the man's sweater tamamilə doğrudur. Mən kökündən dəyişənlərə aiddir. Apostrof s ilə düzəltmişik. Tamamilə doğru. 5-də workers demands S apostrof burada workers cəmdədir, işçilər deməkdir. İşçilərin tələbləri demands isimdir. Ona görə 5-ci də doğrudur. Cavabımız 1, 4, 5 A variantı. Baxaq növbəti sualımıza. A variantında mən, men kökündən dəyişən isimlərimizə aiddir. Ona görə apostrof s ilə düzəlməlidir. Yanlışdır. B variantında TS tracks tamamilə doğrudur. C variantında children's toys yanlışdır. Çünki kökündən dəyişənlərdə dedik ki, apostrof s ilə düzəlir. D variantında ship sözü təki cəmi eyni olan isimlərimizə aiddir. Ona görə də apostrof s ilə düzəlməlidir. Yanlışdır. Y variantı policeman, policeman. Yəni bu da kökündən dəyişənlərə aiddir. Ona görə onun s ilə cəmlənməsi yanlışdır. Üçüncü sual. Choose the correct variant. Doğru variantı seç. Women's clothes 1 doğrudur. 2. Children's room uşaqların otağı 2 düzdür. Sheep's wool yanlışdır 3. Niyə? Təki cəmi eyni olan isimlərdə apostrof s ilə düzəlməlidir. 4-də men's caps yanlışdır çünki apostrof s ilə düzəlməlidir. 5-də isə sportsman's clothes 5 də doğrudur. Cavabımız 1, 2, 5 A variantı. Sonra baxırıq A variantına. 4-cü sual A variantı. The weather's very cold demişdik ki, apostrof s-dən sonra very gəlməz. That story about apostrof s-dən sonra sözünü gəlməz. C variantı let's yəlikal deyil. D variantı Henry's got apostrof s-dən sonra got gəlməz. Cavabımız Y variantı. Today's date bugünün tarixi. Beşinci sual. Choose the correct variant. Doğru variantı seç. 1. The child's books apostrof s-dən sonra isim gəlibdir. Children sözü kökündən dəyişən isimlərə aiddir və apostrof s-lə düzəlibdir. 1 doğru. 2. 5 days trip yanlışdır. Niyə? Day sözündən əvvəl görürük ki, say gəlibdir və say gəlibsə mütləq day sözü cəmlənməlidir. Yəni s apostrof olardı. 2 yanlışdır. 3. 2 weeks journey yanlışdır. Çünki week sözündən əvvəl say gəlibdir. Ona görə s apostrof olardı. 4-də isə my parents house 4 doğrudur. Cavabımız B variantı. 6-cı sual. This writer's book. Okay, burada yanlış olan nədir? This təkdədir, writers isə cəmdədir. Biz də bilirik ki, işarə əvəzlikləri özündən sonra gələn isimlə uzlaşır. This təkdə, writers cəmdə yanlışdır. 2. That man's car 2 doğru. 3. The Smith's house. The Smith's house tamamilə doğrudur. Çünki Z gəldikdə dedik ki, S apostrof qəbul edir. 3 düzdür. My children's school yanlışdır. Kökündən dəyişənlərdə dedik ki, apostrof S ilə düzəlir. Cavabımız 2, 3, D variantı. 7-ci sual. The women's clothes yanlışdır. S apostrof yox, apostrof S olardı. 2-də there will be a surprise party at John's. At John's absolute genitive case, yəni müstəqil yəlikala aiddir. Ona görə doğrudur 2-ci. The children's room yanlışdır. Kökündən dəyişənlərdə apostrof S olardı. 4-də we had to answer the policeman's apostrof S tamamilə doğru. Cavabımız 2, 4, D variantı. 8. A week's rest is enough tamamilə doğru. A week's qarşısında article gəldiyinə görə apostrof s ilə düzəlibdir və apostrof s-dən sonra isim gəlibdir. Tamamilə doğru. Mark Twain's apostrof s-dən sonra demişdik ki, əvəzlik gəlməz. 3. We stayed at the Browns yesterday.
doğrudur. At the Browns isə həm qarşısında z olduğuna görə s apostrofla düzəlibdir. Həm də ki bu absolute genitive case, yəni müstəqil yəlik halımıza aiddir ki, apostrof s-dən sonra isim gəlməyibdir. Yəni müstəqildir. 3 doğru. The child's broken my cup yanlışdır. Çünki apostrof s-dən sonra broken, yəni feil gəlibdir. Ona görə yanlışdır. 5. The boy's bike was mended tamamilə doğru. Oğlanın velosipedi apostrof s-dən sonra isim gəlibdir. 1, 3, 5 cavabımız D variantı. 9-cu suala baxırıq. 1. The child learned the poem yanlışdır. Çünki apostrof s-dən sonra feil gəlib. 2-də The Smith's old photo Smithlərin köhnə şəkli doğrudur. Z gəldikdə s apostrof qəbul edir. 2-ni götürdük. Növbəti 3. I had a good time at my friends on Sunday. At my friends absolute genitive case-ə aiddir. 3 doğrudur. 4. Shakespeare Z apostrof s-dən sonra Z gəlməz yanlışdır. 5-də Computers are one of the modern world's wonders tamamilə doğru. Apostrof s-dən sonra isim gəlibdir. Cavabımız 2, 3, 5 A variantı. 10-cu sual. Diana spent her summer holidays in the village yanlışdır. Çünki apostrof s-dən sonra feil gəlibdir. Diana's answer surprised us. Bəli, burada answer feil deyil. Diana'nın cavabı bizi təəccübləndirdi. Burada answer isim olduğuna görə doğrudur. Friends won silver skates burada feil gəlibdir. Yanlışdır. My son's going is going to be demişdik ki, ing gələrsə, cümlədə başqa bir feil yoxdursa, deməli bu yəlik hal deyil. It is true, it is yəlik hala aid deyil. Növbəti 11-ci sualda this is very apostrof s-dən sonra very gəlməz. Have you read today's newspaper? Bugünün xəbərini oxumusanmı? Bəli, B variantı düzdür, çünki apostrof s-dən sonra isim gəlibdir. It is very, it is yəlik hal deyil. His friends going to be going to yəlik hal deyil. My brothers apostrof s-dən sonra got gəlibdir, yanlışdır. Cavabımız B variantı. Növbəti sual. The girl's answer was unexpected. Qızın cavabı bir düzdür. 2. I felt better after a month's holiday. Tamamilə doğru. Apostrof s-dən sonra isim gəlibdir. A month isə qarşısına article gəldiyinə görə apostrof s qəbul edibdir. 2 də düzdür. 3. Everything is good in its time. Burada ümumiyyətlə yəlik halı yoxdur. 3 yanlışdır. Next reading a detective story. Apostrof s-dən sonra ing gəlibdir və cümlədə başqa bir feil yoxdur. Ona görə yəlik hal deyil. Cavabımız 1, 2 A variantı. Növbəti sual. Robert Z. Apostrof s-dən sonra Z gəlib yanlışdır. To be fond of ifadəsi B variantında. Apostrof s-dən sonra fond of gəlibsə, deməli bu to be fond of ifadəsidir. C variantında apostrof s-dən sonra got gəlibdir. Yanlışdır. Helen's going to be going to yəlik hal deyil. Mary's speech was the best. Mary'nin nitqi çıxışı ən yaxşısı idi. Bəli, tamamilə doğru. Apostrof s-dən sonra isim gəlibdir. 14-cü sual. Oxen's tails yanlışdır. Niyə? Çünki oxen kökündən dəyişənlərə aid apostrof s qəbul etməli idi. 2. Ship təki cəmi eyni olan isimlərimizə aid. Ona görə apostrof s qəbul eləyərdi. 2 də yanlışdır. Deer skin 3 düzdür. Elephant's trunks 4 də düzdür. Children's handcrafts 3, 4, 5 cavabımız Y variantıdır. 15. Choose the correct variant. Men's work. Men's work burada kökündən dəyişənlərə aid apostrof s olardı. Children's clothes apostrof s düzdür. Gizes bu yanlışdır. Çünki giz özü onsuz cəmdir. S-i qəbul etmək yanlışdır. Və kökündən dəyişənlərdə demişdik ki, apostrof s qəbul eləyir. 4-də bird's nest doğrudur. Quşların yuvaları 4-ü götürdük. Mice's holes tamamilə doğru. Apostrof s qəbul eləyir. 1, 4, 5. Children's clothes düzdür. 2, 4, 5 cavabımız B variantı. Növbəti sual. Sportsman's bags yanlışdır.
Çünki demişdik ki mən, men bunlar kökündən dəyişənlərə aid apostrof s qəbul etməlidir. 2. Children's noise 2 doğrudur. The Browns car yanlışdır. Niyə? Çünki soyadların qarşısına demişdik z gələrsə o zaman s apostrof qəbul edir. Ona görə 3 yanlışdır. 4. 2 months race tamamilə doğru. Qarşısında say gəldiyinə görə s apostrof qəbul edibdir. 5 isə yanlışdır. A few weeks journey a few-dan sonra gələn ismimiz cəmlənməli idi. 5 yanlışdır. Cavabımız 2, 4 A variantı. 17-ci sual. The Smith Cottage yanlışdır. Z soyadların qarşısında işləndikdə s apostrof qəbul etməli idi. The Children's Rights bu da yanlışdır. Çünki kökündən dəyişənlərdə apostrof s qəbul etməli idi. 3-də 3 days journey tamamilə doğrudur. The Sportsman's Rooms doğrudur. A few years experience yanlışdır. Çünki a few'dan sonra gələn ismimiz cəmlənməli idi. Yəni s apostrof qəbul etməli idi. Cavabımız 3, 4 D variantı. A few days work yanlışdır. A few'dan sonra gələn isim cəmlənərdi. A month's holiday tamamilə doğru. Today's events bugünün hadisələri 2, 3. Those men's yanlışdır. Çünki men apostrof s qəbul etməli idi. These women's yanlışdır. Apostrof s olardı. Cavabımız 2, 3 Y variantı. Növbəti sual. It is just 5 minutes walk to the nearest metro station. Okay. It is birinci tərəfdəki yəlikal deyil. Amma ikinci tərəfdə 5 minutes walk yəlikaldır, ancaq yanlış yəlikaldır. Niyə? Çünki 5 minutes qarşısında say gəldiyinə görə s apostrof olardı burada. Bu isə apostrof s yazıbdır, deməli yanlışdır. 2. Mrs. Smith's children are students. Mrs. Smith, bəli, qarşısına Mrs. gəldikdə apostrof s qəbul edir, düzdür. The Grace and the Ford's cars are in the garage. Okay. Apostrof tamam. Ford's deyirsə, qarşısına z gəlibsə, s apostrof olardı. These women's hair 4 düzdür. The tourists found qəbələ tamamilə doğrudur. Cavabımız 2, 4, 5 D variantı. 20-ci sual. We spent our holiday at the Smiths. Yanlışdır. Niyə? Çünki qarşısına z gələndə s apostrof olmalıydı. 2. The bags is neither Tom's nor Mary's. Okay. Burada the bag is neither Tom's and okay. Tamam. 2 qalsın. We had lunch at Anne's. We had lunch at Anne's. Bəli, bu absolute genitive case-də 3 düzdür. The children's toy yanlışdır. Çünki apostrof s qəbul etməli idi. She bought some meat at the butcher's. Okay, bu da düzdür. 5-i də götürdük. 3, 5. Bir də 2-yə baxırıq. The bag is neither Tom's nor Mary's. Bu da doğrudur. Çünki the bag təkdədir. Is qəbul etdi. Neither'dən sonra gələndə hər ikisi apostrof s qəbul edibdir. Bu da doğru. 2, 3, 5 cavabımız Y variantı. 21. At the children's table. Yanlışdır. Çünki apostrof s qəbul etməli idi. 2. In Mrs. Smith's car. Düzdür. Çünki Mr. Mrs. sözləri gələrsə apostrof s qəbul edir. At the Black's coffee shop. The Black's deyirsə o zaman apostrof s yox, s apostrof qəbul edərdi. At David's place. 4 düzdür. At my uncle's party. Bu da doğru. 2, 4, 5 cavabımız Y variantı. In the women's fitting yanlışdır. Çünki apostrof s olardı. At Mrs. Brown's place. 2 doğru. At the z gəlibsə s apostrof olardı. 2, 3 yanlış. At the hairdresser's 4 doğru. Cavabımız 2, 4 D variantı. 23-cü sual. The Browns country cottage has already been built. Okay, the Browns country tamamilə doğru. Z gəldikdə s apostrof qəbul edir. She is staying at her aunt's. Bu da absolute genitive case-ə aiddir, düzdür. Sonra apostrof s-dən sonra demişdik got gəlməz. The boy is going to be going to da yəlikal deyil. Cavabımız 1, 2 D variantı. 24-cü sual. In the positive case, yəlikal. The blacks and the okay. Birinci tərəfdə yanlışdır, ikinci tərəfdə. Niyə? Çünki demişdik qarşısında z gəldikdə soyadların o zaman s apostrof qəbul eləyərdi. Yanlışdır. Z, Jackens bu da yanlışdır.
The teachers and the children's yanlışdır, çünki apostrofisi olmalıydı. Both the men's and the women's performances 3 düzdür. Jones and his brother's suits were 4 də düzdür. Cavabımız 3, 4, C variantı.